Buyur. Əməliyyat öncə sən qısaca bir məlumat ver. Səndə nə qədər vaxt cəhəl üzrə əziyyət çəkirdin? 2021-ci ildən 2020 Grave steroididir. Grave steroid. Əziyyət çəkirəm, bəli. Böyükdə bir zobun var. Çox böyükdür ölçüləri. İnşallah sağalacaq. İndi əməliyyata başlayırıq. Birazdan əməliyyata götürürük səni. Sən xüsusi plazma farez elədik. Bəli, 2 dəfə, ondan sonra daha rahat olacaq. Çox. Çox sağ olun. Başlayın anesteziolog, başlayın anesteziolog. Yatırsınız. Yatarsınız. Biz bunu yine ameliyatında palaklıkla görüşelim. Artıq əməliyyatımız bitdi. Xəstə uzun müddətli zəhərli zordan əziyyət çəkirdi. Aparılan müalicədə effekt verməmişdi deyə, yəni cərrahi əməliyyat üçün bizə yönləndirildi və müvafiq hazırlıqdan sonra biz əməliyyata götürdük. Əməliyyat öncə də xəstə müsahibə verdik və xaric etdiyimiz vəzn budur, qalxanvari vəzn. Çox böyük ölçüdür, yəni alətlərdən böyükdür. Yəni buradan nəyi xatırlatmaq istərdim? Bəzi hallarda olur ki, yəni qalxanvari vəzin həzmi böyükdür və bu zaman çox vaxt, yəni 95% hallarda bunlar aparılan, yəni prostatiklərlə müalicəyə effekt vermir. Və belə olan halda ən yaxşı seçim bunlarda cərrahiyyədir. Gənc olduğu üçün biz cərrahi əməliyyat qərarı verdik. Vəzn tam xarici olsun və xəstə əməliyyatdan sonra müsahibə verir. Çox sağ olun. Və əməliyyatda Əzizdə Elgün 10 fevral tarixində diffuz toksikoloji zob diaqnozundan əməliyyat olunmuşdur. Burada əməliyyata göstəriş, yəni aparılan müalicələr effekt vermədiyindən, həmçinin qalxanvari vəzinin həzmi böyüdüyündən əməliyyat seçildi. Amma xəstədə hormonlar çox yüksək olduğundan biz bu xəstəni əməliyyata götürməkdə çətinlik çəkirdik. Çünki göstəricilər çox yüksəkdir. Və qərar alındı ki, yəni plazmafarez müalicəsi olsun və biz xəstəni yönləndiririk ağa doktora. Qısaca indi ağa doktor məlumat verəcək. Xəstədə hansı prosedurlar icra olundu. Buyurun ağa doktor. Yəni siz fevral, yəni ondan öncəki 2 dəfə plazmafarez aparırdınız. Yəni plazmafarez zamanı, yəni müayinə zamanı, yəni bu çıxan plazmada fərqli bir görüntü aşkarlandı. Siz onu öz resept keşf etmişdiniz. Və birinci plazmafarezdən sonra səndə yaxşılaşma oldu da. Yəni nə hiss elədin ilk plazmafarezdən sonra? İlk plazmafarezdən sonra gördüm tərləmə azalır. Sənin bədəndə əsmə də var, titrəmə də var. Titrəmə biraz azaldı, biraz kökəlmə oldu. Sonra nə qədər müddət sonra biz plazmafarezdən? 2-3 gün sonra səhv etmirəmsə. İkinci prosedurdan sonra nə hiss elədin? İkinci prosedurdan sonra özümü daha yaxşı hiss elədim də. Sanki elə bir əməliyyata hazır hiss edirdim özümü. Ki, rahat idi. Yəni ürək döyünmə də səndə yaxşılaşdı. Yəni 2 ildən sonra daha yaxşı oldu. Şimdi bu plazmafarezin bu xəstənin hazırlanması böyük əhəmiyyəti vardır. Həm burada biz təkcə hormonu vaxtda T3 hormonu aşağı düşmüşdü. Həm də xəstənin nəbzində də yəni stabilləşmə qeyd olunmuşdu deyə. Artıq anesteziolog əməliyyat üçün icazə verdi və xəstəni əməliyyata götürdük və əməliyyatda total pedektomi əməliyyatı icra olundu. Hal-hazırda xəstədə də görürsünüz ki, çəkinin artması, yəni əvvəlki müqayisədə çəkin artması. Neçə kilo artmışsan? Əməliyyatdan qabaq 83 kilo idi, 97 kilo. 97 kilo. Sonra təkrar müayinə gəlir və burada nə xatırlatmaq istədi, nə mesaj vermək istədi? Yəni, qalxanlar vəzin diffuz toksikoloji zamanı bəzi hallarda hormonları salmaq qeyri-mümkünsə, o zaman ən doğru seçim plazmafarezdir. Ya plazmafarezin də burada yəni doğru aparılması nədir? Birinci prosedurlar düzgün təmin olunmalıdır. Yəni prosedur pasiyentin qan dəyərlərinə uyğun ümumi qan analizi götürülür, vaxt alınması, qanda albumin dəyəri və albumin dəyərinə görə də maksimal filtrasiya elədiyi çəkisini nəzərə alaraq xeyli yaxşılaşma oldu. Burada nə demək istəyəlim? Bizim yeməkdə məhsul haqqında, nədir vaxtlar, nədir xidmət oldu, plazmafarez müalicəsi, özü kompleks aparatı, özü də yaxşı istəyirsən. Hər şey çox yaxşıdır, çox əladır həqiqətən. Minnətdaram bütün heyətə görə. Həmçinin kim zordan əziyyət çəkirsə, istəmərəm ki, bu qədər gözləsin. Məsələn, çox sağlamışlar, deyil mi? Göstəricilər göstəriciyə. Oldu, çox sağ ol, Allah şəfa versin. Sağ ol.